İnvəçilər, investorlardan hamını salamlayıram. Öncəki videoda qeyd etdiyim kimi, hal-hazırda kripto bazarında baş vermiş, təxminən 2 gün bundan qabaq baş vermiş hadisə haqqında danışmaq istəyirəm. Yəqin ki, əksəriyyətin xəbəri var, xəbəri yoxdursa da qısa özət verim. Deməli, ehtimal olan nəzəriyyəyə görə Trump'ın yazdığı bir tweetin əsasında kripto bazar qısa bir müddətli, hardasa 15-20 dəqiqə falan müddətində çöküş yaşadı. Bəzi altcoinlər var idi ki, hansı ki, mən indi hal-hazırda qrafikdə qabağımdadır, onun şəkillərini videoya bərkidəcəm. Baxıram, bəzi altcoinlər var ki, Binance-da demək olar ki, 95%, 100% kimi eniş ediblər. 3 dollardan, 3 dollar yarım. Həmin vaxtı, həmin gecə vaxtı ki, bu hadisə baş vermişdi. Mən YouTube'da canlılara baxırdım. Çox canlıların əksəriyyəti türklər tərəfindən açılmışdı. Kripto bazarda belə deyək, bizə yaxın ölkələrdən mənim fikrimcə Türkiyə daha belə aktivdir. O vaxtda videolar paylaşırlar falan filan. Yəni orada canlı videoları, canlıları izləyirdim. Və orada gözümün qarşısında o həmin coinlərin şahidi oldum. Bir neçəsinin yadımda qalanların daha doğrusu videoya sabitləyəcəm. Və həmin gün, həmin gecə bir 15-20 dəqiqə aralığında nə qədər traderlər ümumi bazardan 20 milyarda yaxın pul silindi, belə deyək. Və nə qədər insanlar var idi ki, onların açıq əməliyyatları var idi. Yəni, bu dərəcədə bazarın düşəcəyini gözləmirdilər. Düzdür, ortalama götürsək, bazara baxsaq, misal olaraq da, yəni Bitcoin-ə baxsaq və yaxud Ethereum-a baxsaq, baxarıq, görərik ki, düşüş istiqamətləri sanki onlar likidləri götürüblər və onunla da qalxıblar. Amma bəzi altcoinlər var ki, 3 dollardan, 4 dollardan düşüblər tam dibə qədər. Tam dib nədir? Yəni sıfırlanıblar demək olar ki, 95%, 99% düşən coinlər var. İndi mən həmin coinlərdən bir neçəsinə baxmışam. Daha doğrusu mənim üçün maraqlı olan Atom idi. Atom USDT-yə baxıram. Hal-hazırda TradingView üzərindən baxıram və nə görürəm? TradingView üzərindən buna baxanda görürəm ki, Atom USDT deməli Binance birjasında həmin vaxtı itirdiyi dəyər 0.01-ə kimi, 0.01-ə kimi düşüb. Demək olar ki, sıfırlanmış səviyyəsinə kimi düşüb. Lakin Bybitə baxsaq və yaxud da Max platformalarına baxsaq, deməli Max üzərindən baxsaq, Atom USDT-yə Atom 1.5 nisbətinə kimi düşüb. Lakin Binance-da bir fərqli qiymətdədir. Demək olar ki, sıfırlanıb. Amma yenidən təzədən 3 dollar 20 sent, 3 dollara kimi qalxmışdı. Bu çöküş 15-20 dəqiqə ərzində baş verdi. Lakin buna baxmayaraq, çoxlu kriptoçular, əksər kriptoçular belə deyək, daha çox məbləğ itirdilər. Yəni ümumi bazardan 20 milyarda yaxın pul silindi. Burada maraqlı məqamlar çoxdur. Maraqlı məqamlardan biri odur ki, niyə görə kripto bazarı Trump'ın yazdığı tweetə belə bir reaksiya versin? Yəni günahlandırılan məsələ Trump'ın üzərindən gedir. Bəlkə də bunlar ya üst-üstə düşüb, ya da ona ola bilsin ki, təkan olur. Çünki ümumi bazara baxsaq, kripto bazarına baxsaq, əsas coinlərdən danışsaq, misal Bitcoin, Ethereum və digərləri, burada görmək olar ki, onlar öz maksimumlarını yeniləyə gedirlər və bazarda xüsusilə də belə deyək, fikir formalaşmışdır ki, Bitcoin 150 minə doğru, 200 minə doğru ilin sonuna kimi getməlidir. Yəni bu dərəcə düşüş gözlənilmir.
Amma nəzərə alsaq ki, bazar öz maksimumunu yeniləyə gedir və onun korreksiya verməyi mütləq şəkildə olacaq. Bunun nə vaxt olması və yaxud nə dərəcə korreksiya verməsi sual altındadır. Ona görə də balansı və yaxud ticarətə girəndə ya stop loss istifadə eləməlisən, ya da elə bir istiqamətdən girməlisən ki, sən hər hansı bir bazarda olan fəaliyyətə sənin balansın dözə bilsin. Və burada digər məqamlar ondan ibarətdir ki, niyə görə biz Trumpı günahlandırırıq. Və nəzərə alsaq ki, indi bu Trumpın yazdığı tweetə əsasən Trump bildirib ki, ABŞ Çin mallarına 100% tarif qoyacaq və kritik proqramların ixracına məhdudiyyət gətirəcək. Çin isə nadir torpaq metalları və texnologiya komponent ixracı məhdudlaşdırmaq qərarı verib. Bu məhdudiyyətlər hələ ehtimal olunan məhdudiyyətlərdir, lakin ehtimal olunur ki, yenə də bu Trumpın bildirdiyi tweet kripto bazara yüksək təsir göstərir. Amma mən öz-özlüyümdə belə düşünmürəm. Ola bilər cüzi dərəcədə bunun kriptoya, belə deyək, Trumpın kriptoya yazdığı tweeti daha doğrusu kripto bazarına təsir göstərsin. Eyni zamanda Forex bazarında həmin günü, 5-ci gün idi, mən tam yadımdadır, mənfi təsir göstərdi. Mənfi təsir göstərəndə ki, yəni yüksək dalğalanma oldu. Yəni həmin vaxtlarda istənilən halda bazar, istəyir kripto bazarı olsun, istəyir Forex bazarı olsun, istəyir səhəm bazarı olsun, bunu nəzərə almaq lazımdır ki, müəyyən qədər yüksələndən sonra istəyir qızılın özü son günlər idi, yüksək dərəcə yüksəlmişdi. Bitcoin özü idi, öz maksimumu yeni gedirdi və insanlarda artıq elə bir psixoloji durum yaranmışdı ki, heç kim misal olaraq Bitcoin bu dərəcəyə düşməyini gözləmirdilər. Və Bitcoin və burada əsas qazanan məsələlər, qazanan kimlər oldu? Qazanan o market makerlər deyirlər, balinalar deyirlər, akulalar deyirlər. Çox vaxt qazananlar onlardır. Nəyə görə? Çünki onlar hazır istiqamətdə, yəni mən düşüncəmə görə fikirləşirəm ki, və bu nəzəriyyəyə gəlib çatmışam bu hadisədən sonra ki, nəyə görə atomu nəzər götürsək, atom yüzdəliyə nisbəti götürsək, Binance-da başqa bir qiymətdədir, həmin vaxtda. İndiki vaxtda demək olar ki, eyni istiqamətdə hərəkət edirlər. Amma həmin vaxtda ki, bazar çökdü, atom nəyə görə Binance-da sıfırlandı, demək olar ki, 0.01-ə düşdü, amma Max üzərindən isə 1.5-dədir. Bu mənim şəxsi qənaətimdir, bəlkə də mən səhv edə bilərəm. Düşünürəm ki, Binance və yaxud bəzi digər platformalar ki var, onlar üzərindən ki, bazara çıxırlar. Həmin platformaların, belə deyək, bəziləri, onların müəyyən data var ki, bu bizim platformada neçə nəfər, nə qədər insan trade edir, nə qədər insan açıq əməliyyatlar var, nə qədər insanların stop loss qoyublar və yaxud qoymublar. Və həmin vaxtı və bəzi tweetlərə rast gəldim, Twitter'da daha doğrusu yazılara rast gəldim ki, bizim Binance-da neçə dənə traderlərin əməliyyatları, stop lossları açılmayıb və əməliyyat açılmağa imkanlar olmayıb. Lakin həmin vaxtı, həmin düşüş vaxtı müəyyən şəxslər kifayət qədər böyük məbləğdə alışlar ediblər və kifayət qədər öz balanslarını böyük məbləğdə doldurublar. Cüzi insanlar var idi, mən gördüm canlıda türk blogerləri, traderləri var idi, açmışlar, bəziləri yazanlar var idi. Onlar amma arasına rastıma çıxırdı ki, məsələn olaraq mən imkan elədim, aldım, müəyyən qədər qazanc əldə elədim, amma əksəriyyəti hamısı likiddə olmuşdu, hamısı demək olar ki, balanslarını itiriblər, hansılar ki, balanslarını itirməyiblər və onlar gözləyirlər ki, qalxış səviyyəsini gözləyirlər ki, qalxsınlar, ən azı başa-baş bazarı bağlasınlar. Bundan əlavə, onu demək istəyirəm ki, dediyim kimi, bunların hər bir data var və görüblər ki, misal olaraq Binance haqqında son vaxtlar minuslar daha çox eşidilir, çox təəssüf olaraq. Çünki bazarda, belə deyək, tanınmış platformalardan biridir Binance üzərindən çox insan ticarət edir. Lakin baxsaq, Binance-da qiymətin fərqli olmağı, Max-də fərqli olmağı insan üzür. Və mən Atoma Bybitdə baxmaq istəyirəm, bir dənə Bybitdə də baxın. Bybitdə də baxsaq, Bybitdə də çox təəssüf olaraq 1.5-dədir.
Binance niyə görə 0? Binance-dən soruşmaq lazımdır ki, sən niyə görə sənin platforma 0.01-ə düşüb? Və eyni də o həmin ticarətdə, misal olaraq kiminsə atomu varsa, atomu həmin vaxtda demək olar ki, onun balansı sıfırlanıb, balansı indi artıq nə dərəcədə onu dözüb, balansa dözməyib, çox bu məsələlər sual altındadır. Yəni orta məxrəci götürsək, belə deyək, böyük bir likiddən olması, Bitcoin'un, Ethereum'un bu dərəcədə, Bitcoin, Ethereum'un baxsa qrafikinə, yəni elə də çox orada düşüş yoxdur əslində. Orada hansısa bir zona var, həmin zonaları, onların likiditəsini götürüblər, ondan sonra da yenə də qalxıblar hansı səviyyə, o səviyyə ki, oradan aşağı düşüblər. İndi burada növbəti sual odur ki, bundan sonra ümumiyyətlə mənim ən çox rast gəldiyim informasiya axınının olduğu istiqamət gələn türklərdən gəlir. Onlar alt sezonu başladı, alt sezonu belə qalxacaq, alt coinlər belə sürətli qalxacaq, elə eləyəcək. İnsanları manipulyasiya eləmirlər, sadəcə olaraq öz səhifələrini aktiv tutmaq üçün, insanlar, nə qədər insan var, onları izləyib, onları aktiv tutmaq üçün bunu atırlar, bu yola əl atırlar. Amma istənilən halda bu vəziyyətdən sonra bilmək biraz çətindir. Mənim düşüncəmə görə, hal-hazırdakı vəziyyətdə olan coinlər, istər Bitcoin olsun, istər digər altcoinlər olsun, mən əsas coinləri nəzərdə tuturam, Bitcoin'dur, Ethereum'dur və digərləridir. Onlar yenidən düşünürəm ki, ola bilər ki, bu yatırım məqsədli deyil, bu sadəcə o məlumat xarakterlidir, yatırım tövsiyəsi deyil. Ola bilər ki, bu yenidən öz minimumlarını yeniləsinlər. Çünki əksər vaxtları bu ehtiyatlı olmaq lazımdır. Əgər kimlərsə həmin düşüşdən alış ediblərsə və məbləğləri plusladırlarsa, yenə də ehtiyatlarını götürsünlər. Əgər minusdaydılarsa, yenidən balansları özünə qayıdıb normallaşıbsa, yenidən ehtiyatlarını götürsünlər. Çünki ehtimal olunan nəzəriyyə, yenə deyirəm, bu ehtimal nəzəriyyədir, yatırım tövsiyəsi deyil, minimumunu yeniləmə ehtimalı var. Yəni, Forex bazarının özündə də dəfələrlə mən belə bir vəziyyətlə rastlaşmışam. Ya yuxarıya doğru və ya aşağıya doğru, ya uptrenddə, ya downtrenddə dərhal şamlar atıb qalxıb və yenidən, belə deyək, düşüb həmin nöqtəyə, hansı nöqtəyə qalxıb və orada biraz qaldıqdan sonra təzədən yenə də qalxış eləyib öz maksimumunu və yaxud əksinə bir istiqamət olubsa da öz minimumu yenilir. İndiki halda da olma ehtimalı var ki, yenidən öz misal olaraq Bitcoin'dən götürsək də yəni daha çox bilinən, daha çox insanların danışdığı mövzudur. Bitcoin götürsək öz minimumu yeniləmə ehtimalı var. Bu olan hadisə haqqında olan fikrim bu qədər. Sadəcə o yenə də mənə çox maraqlı olan məqam odur ki, nəyə görə Binance-də həmin vaxtda ayrı bir atomun üstünə nəyə çox dayanıram? Atomu öz gözümdən görmüşəm ki, yəni o səviyyə düşür və indi açıb baxıram ki, Binance-də düşüb 0.01 səviyyəsinə o şəkilləri yenə paylaşacağım. Amma MEX-də, Bybitdə isə 1.5 səviyyəsinə düşür. Yəni kimlər ki, belə çıxır ki, Binance-dən istifadə edib, o, belə deyək, balansı itirib, kim Bybit və yaxud da MEX-dən istifadə edirsə, həmin onların üzərindən ticarət aparırsa, yenidən qalxıb 3.2 səviyyələrində hal-hazırda və belə baxırsan, düşmək olar ki, onlarda belə də ciddi bir problem yaranmıyor. Amma ümumi götürsək, həmin günü çox qarşılı bir gün idi. Hətta çox üzücü bir xəbər gəldi ki, Kiyevdə tanınmış bloger Kostya Kudo deyirlər. Əsl adı Konstantindir. Konstantin Qaniç. O çox təəssüf ki, mən o xəbəri oxudum, çox üzüldüm. İntihar edib öz maşınında.
Onun da indi müəyyən səbəbləri olub. Orada yazılana görə ki, investorlar olub, onun üçün yatırım ona daha doğrusu idarə edilmək üçün yatırım ediblər, bu və ya digər şeylər. Ona görə bu bazarda istəyir kripto bazarı olsun, istəyir forex bazarı olsun, bu bazarda çalışıb maksimum dərəcədə diqqətli olmaq lazımdır. İstənilən halda bütün ümumiyyətlə ticarətdə istəyir onlayn ticarət olsun, yəni mən forexi və yaxud da kriptonu və yaxud səhəm bazarı nəzərdə tutan və yaxud da belə bir ticarət olsun, digər ticarət olsun, onların hamısında risk mövcuddur. Yəni insanlar var ki, müəyyən gedirlər. Misal olaraq son vaxtlar, o haqda da növbəti videoda danışacağım, kofe shopların oda düşmüşdü. Hamı kofe shop açırdı, 60 min, 70 min, 100 minə qədər xərcləyib kofe shop açanlar var idi, hansı ki sonradan o gəldi çıxardı bildi, müflis oldular. Ya ona görə də ticarət maraqlıdır. Ümumiyyətlə kriptoda və yaxud da forex, mən daha çox forexdə ticarət edildiyimə görə mənim üçün forex çox maraqlıdır. Ona görə də forex haqqında daha ətraflı danışa bilərəm və ona görə də bazarın nə dərəcədə riskli olduğunu və nə dərəcədə maraqlı olduğunu növbəti videolarda danışacağım sizə. Burada əlbəttə ki, insan o bir şəkil çıxmışdı qarşıma ki, bu işin içinə girdinsə, forexin içinə daxil oldunsa, ticarətin içinə daxil oldunsa, buradan çıxış yolu yoxdur, labirint kimidir. Doğrudan da belədir həqiqətən. İnsan müəyyən çətinliklə üzləşsə belə, yatırım edib bitirsə belə, yenidən bura qayıdır, nəsə eləməyə cəhd edir. Bəli, düzdür ki, müəyyən yollar var ki, insan ayrılır, ayrılma məcburiyyətindədir. Bəzi məsələlər var ki, insan ticarətçi olmaq, hamı ticarətçi əlbəttə ki, ola bilməz. Sənin ticarəti, sənin misal olaraq investisiyanı idarə edən şəxslər də ola bilər olsun. Bu bütün dünyada var. Yenə də istənilən halda ya öz investisiyan olsun, öz sərmayən olsun idarə edirsən və yaxud digər investorların sərmayəsi olsun idarə edirsən. İstənilən halda diqqətli olmaq lazımdır. Öz sərmayən üstündə bir-iki dəfə misal olaraq diqqətlisənsə, öhdəlik daşıyırsansa, investorun sərmayəsi barəsində daha çox öhdəlik daşıyırsan. Ona görə də bu bazarda indi bu videoya baxan hər kəsə və yaxud bazara qoşulmaq istəyən və yaxud da ticarət edən hər kəsə uğurlar arzu edirəm. Videonu bəyənən hər kəsə təşəkkürümü bildirirəm. Hələlik deyirəm.